Salam değerli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Son dövrlərdə müəllimlərin ən çox çətinlik çəkdiyi hissələrdən biri də fənüstü inteqrasiyadır. Bilirəm ki, hər biriniz fənüstü inteqrasiya ilə bağlı xüsusi məqamlar gözləyirsiniz ki, imtahanda sizə rahat olsun bu inteqrasiya növünü seçmək. Bununla bağlı müəllimlər sizə bugün biraz dəstək olacağım. İnşallah ki, hər biriniz üçün uğurlu olar, nələrsə öyrənərsiniz. Fənüstü inteqrasiyanın bəzi əsas məqamlarını qeyd eləmişəm. Onlar üzərindən sizə həm nəzəri olaraq məlumatlar verəcəm, həm də yeni çıxan test bankımızda olan fənüstü inteqrasiya ilə bağlı testlərin izahını təqdim edəcəm. Bir neçə test nümunəsi ilə həm nəzəri, həm də praktiki şəkildə sizlərə geniş məlumat verməyə çalışacağım. İlk növbədə fənüstü inteqrasiyanı necə götürə bilərik? Gəlin o haqda danışaq biraz. Yadda saxlayın ki, birinci növbədə real həyati problemlər olmalıdır. Yəni, tapşırıq gündəlik həyatda mövcud olan və ya aktual bir problemin üzərində qurulmalıdır ki, şagird bu problemi həll edib real həyatı bacarıqlar qazansın. İkinci növbədə təcrübəyə əsaslanmalıdır. Təcrübəyə əsaslanmaq deyəndə isə, yəni şagirdin təhlil etmək, müşahidə aparmaq, eyni zamanda öz qərarlarını vermək kimi gündəlik həyatda formalaşdıra biləcəyimiz, yəni gündəlik həyatda şagirdin köməyinə gələ bilən bacarıqların tətbiqi öz əksini tapmalıdır. Və ən vacibi məktəbdən kənara çıxmaq. Nə deməkdir bu? Yəni şagirdlərə verilən tapşırığın nəticəsi yekunda şagirdə həyatda ona lazım olan bir bacarığı aparmalıdır. Ailədə, cəmiyyətdə, iş həyatında tətbiq edə biləcəyi bir bacarığa. Gəlin sizə bununla bağlı bir neçə nümunə çəkim. Bizim situasiya tipli test bankımız sınaq imtahanlarından, ARTİN imtahanlarından, hətta sertifikasiya imtahanından bir ay əvvəl nəşr olunubdur və bu situasiya test bankında biz bütün qaydaları gözləmişik. Yəni yenilik deyilən o məlumatların heç biri biz orada belə deyim də yenilik kimi qəbul etməmişik. İmtahan olmamışdan bir ay əvvəl biz öz kitabımızda bu xüsusiyyətlər hər birini dərinliyinə qədər qeyd etmişik müəllimlər. Yəni yenilik deyilən bir şey yoxdur. Sadəcə daha dərin və daha detallı salınır inteqrasiya mövzusu. Biraz da belə deyim də çox dərinliyə gedirlər. Hal-hazırda bizim mövcud şəraitimiz, təhsil sistemimiz heç buna şərait yaratmır ki, müəllim onu tətbiq eləsin və yaxud da ki, müəllim onu mütləq şəkildə bilsin ki, bilməsə də yəni güya dünya dağılacaq. Baxın, misal üçün bir nümunə verirəm sizə. Bizim situasiya test bankımızda elə birinci sınağın, kitabı açan kimi birinci sınağın 3 nömrəli sualıdır. Burada deyilir ki, müəllim şagirdlərdə düşünmək, müstəqil qərar vermək bacarığını formalaşdırmaq istəyir. Müəllimin məqsədi nədir, əziz dəyərli izləyicilər? Düşünmək və müstəqil qərar vermək bacarığını formalaşdırmaq. Yəni, bu o deməkdir ki, müəllim real həyatı bacarıq formalaşdırmaq istəyir. Düşünmək, müstəqil qərar vermək 21-ci əsr bacarığıdır, kompetensiyadır. Bu səbəbdən də bunun formalaşdırılması xüsusi bir fənnə, belə deyək də, təsir göstərmir. Bu tip tənqidi təfəkkür olsun, yaradıcılıq olsun, istənilən bir fənlərdə öz əksini tapa bilər. Müəllim bu həyatı bacarıqları formalaşdırmaq üçün şagirdlərə belə bir sual verir. Deyir ki, şuya ekskursiya təşkil olunubdur. Siz də bu heyətin içindəsiz. Şuya çatdıqda nə edərsiniz? Şuya çatdıqda siz nə edərsiniz? Bunu bir çox müəllim indi burada o imtahanda düşən bəzi suallara baxsa, bəlkə də fənlər arası kimi düşünə bilər. Burada heç bir fənnin əlaqəsi yoxdur ki, deyir şuya çatanda, daha doğrusu şu ekskursiya təşkil olunubdur. Siz ora çatanda nə edərsiniz? Şagirdlərdə məqsəd hansı bacarığı formalaşdırmaqdır? Düşünmək, müstəqil qərar vermək bacarığını formalaşdırmaqdır. Deməli, müəllimin bu sualı şagirdlərin qarşısına qoymaqda məqsədi real həyatı bacarığı şagirdlərdə formalaşdırmaq və fənüstü inteqrasiyanı reallaşdırmaqdır. Yəni, çəkdiyim bu nümunədə yalnız fənüstü inteqrasiya öz əksini tapır. Şagirdlərdə düşünmək, müstəqil qərar vermək bacarığını formalaşdırmaq üçün müəllim bu tipdə sual verir və şagirdlər də öz cavablarını qeyd edəcəklər. Yəni bəzən deyilir ki,
fənüstü inteqrasiya ancaq şagirdin real şəkildə nəyisə tətbiq etməsidir. Bəli, real şəkildə nəyisə tətbiq etməsi fənüstüdür. Amma bu o demək deyil ki, başqa cür fənüstü inteqrasiya ola bilməz. Yəqin ki, fikrim sizin üçün aydındır. Digər bir xüsusiyyətlərinə gəlin baxaq fənüstü inteqrasiyanın. Dəyərlərə əsaslanmalıdır fənüstü inteqrasiya. Dəyərlərə əsaslanmalıdır deyəndə nəyi nəzərdə tuturuq? Yəni şagirdin etik baxışı, sosial məsuliyyəti və onun empatiya bacarıqları olmalıdır. İnsanlarla empatiya qurmağı, şəxsi və sosial məsuliyyətini dərk eləməlidir. Dəyərlər uşaqlarda formalaşmalıdır. Şagird şəxsi və vətəndaşlıq mövqeyindən çıxış etməyi bacarmalıdır. Yalnız akademik biliklərdən deyil, həmçinin də real həyatda bizə lazım olan fikirlər, nüanslar, düşüncələri də şagird bildirməyi bacarmalıdır. Gəlin digər bir inteqrasiya ilə bağlı nümunəmizə baxaq. Bu da sınaq 1-dən 12 nömrəli sualdır bizim kitabımızda. Deyir, müəllim şagirdlərə ətrafa çirkli tullantıların atılması ilə təbiətin çirklənməsi mövzusunda problemli situasiya təqdim etdi. İlk növbədə şagirdlərə ətrafa çirklənti tullantıların atılması. Bu bir çox fənnin əlaqəsi ola bilər. Coğrafiya, biologiya, həyat bilgisi və digər fənləri də əlaqələndirə bilərik. Sonra yəni fənlər arası inteqrasiya var bu sualda. Sonra şagirdlərə problemin həlli istiqamətində araşdırma aparmağı, müzakirə təşkil edib, yekun nəticələrini təqdim etməyi tapşırdı. Şagird araşdırma aparacaq və öz yekun nəticəsini təqdim edəcək. Deməli, şagirdin apardığı araşdırma və təqdim etdiyi yekun nəticə həyati bir problem üzərində qurulduğuna görə bu oldu burada fənüstü inteqrasiya. Yəni situasiyada həm fənlər arası ətrafa çirkli tullantıların atılması ilə bağlı olduğuna görə həmçinin də fənüstü inteqrasiya öz əksini tapdı. Çünki şagirdlər hazırladıqlarını real şəkildə gətirib təqdim edəcəklər. Bu da olacaq artıq fənüstü inteqrasiya. Yəni bu situasiyada fənlər arası fənüstü inteqrasiya öz əksini tapır, həm də şagirdlərdə problem həll etmə bacarıqları formalaşdırılır. Yəni dəyərli müəllimlər, fənüstü inteqrasiyada diqqət edəcəyiniz məqamlar nələrdir? Bir daha qeyd edirəm. 1. Real həyati problemlər. 2. Fən arxa planda qalır. Yəni xüsusi olaraq hansısa fənlərin adı çəkilmir orada. Fənüstü inteqrasiyada. 3. Dəyərlərə əsaslanır. 4. Şəxsi və vətəndaşlıq mövqeyi tələb olunur şagirdlərdən. 5. Təcrübəyə əsaslanır. Yəni şagirdlərin təhlil etmə, müşahidə bacarıqları, müstəqil qərar vermə bacarıqları ön planda olur. Və 6. Məktəbdən kənara çıxır. Yəni şagird öyrəndiyini təkcə məktəbdə deyil, həyatda da hər hansı bir istiqamətdə, ailədə, cəmiyyətdə tətbiq edib nələrsə əldə edə, qazana bilər. Belə dəyərli müəllimlər, demişdim sizə bir neçə məsələ haqqında danışacağım, o haqda danışım. Fənüstü inteqrasiyadan bu qədər. Baxın, imtahanlar öncəsi həmişə belə xırda nüanslar ortaya atılır və insanların fikri yayındırılır. Mənim sizə məsləhətim nədir? İnteqrasiyadan bir sual qarşınıza çıxacaq ya da çıxmayacaq. Çox güman ki, çıxacaq bir sualınız. Amma bütün gününüzü bu bir sual üzərində kökləməkdənsə, özünüzü verin, digər mövzuları yaxşıca öyrənin, araşdırın. Bu mövzunu da bilin təbii ki. Amma özünüzə dərd eləməyin bunu. Ay mən bunu yaza biləcəmmi, yaza bilməyəcəmmi, yazmasam dünya mı dağılacaq sanki? Yəni biraz rahat olun. Mən həmişə görmüşəm, imtahana gedən və rahat olan müdavimlər daha yaxşı nəticə göstərirlər. Özünüzü sıxmayın. Dünyanın sonu deyil ki. Yəni bu imtahan, digər imtahan və ya başqa bir iş. Ona görə də motivasiyadan düşməyin, həvəsdən düşməyin, imtahanların çətin olmasından qorxmayın. Əsas odur ki, imtahana qədər yaxşıca hazırlaşın və imtahandan da uğurlu nəticə göstərin. Videomuzu bəyənin, paylaşın və kanalımıza da abunə olmağı unutmayın dəyərli müəllimlər. Hər birinizə uğurlar arzu edirəm. Həm MİQ, həm də sertifikasiya imtahanlarında. Bunu da qeyd edim ki, sertifikasiya müsahibə qruplarımıza qeydiyyat başlayıb artıq. Buyurub, qruplarımıza qoşula bilərsiniz. Qoşulmaq üçün aşağıdakı qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Sağ olun müəllimlər, salamat qalın.